Salam dostlar, bugün sizinle bir de mükemmel bir video ile karşınızdayım. Bugün sizinle birlikte Brawl Stars'ta gizemli ve efsanevi kostümler sıralayacağız ve onlara 10 üzerinden puan vereceğiz. Kanala abone bakarsanız sevinirim ve bilmezse gelecek videodan haberdar olabilirsiniz. Ve hamınızı yeniden salamlayıram. Hamınız bu videoya hoş geldiniz dostlar. Dediğim gibi efsane ve gizemli kostümler sıralayacağız ve puan vereceğiz ve bu günden oyun oynamayacağım ancak puanlayacağım dostlar. Böyle videoların devamını görməsini istəyirsə kanala abone olub arkasına sevinirim və bildirimlərsə gələcək videodan xəbərdar olabilirsiniz. Və dostlar başlayaq. İndi sizə bir şey diyeceğim. Gir indi bura. Ve dostlar birinci gizemli kostümler sıralayaq və puan verək. Girdik 65 tane gizemli kostüm var aslında. Ay dostlar gizemli kostüm çoxdur. Mən ancaq efsanevi kostümlər sıralayacağım dostlar. Yəni ancaq efsanevi kostümlər sıralayacağım. Yəni çoxdur gizemli kostüm. Ona görə ancaq efsanevi kostümlər sıralayacağım. Və dostlar birinci kostümümüzlə başlayaq. Burada efsanevi kostüm var. Bu da Edgar. Dostlar bu kostüm qəşəng kostümdür. Superman kostümünə oxşayır biraz. Çox qəşəng kostümdür. Əla kostümdür. Satışda değil yoksa alardım. El Primo kostümü. Dostlar mən buna 10 üzerinden 8 verirəm. Çox qəşəng kostümdür. Oy. Ve dostlar ikinci kostümümüz altın Mekabo. Bu da aslında qəşəngdir. Aksine nasıl qəşəngdir. Prosesli yoktu qəşəng kostümdür. Buna 10 üzerinden 8 verirəm dostlar. Buna da 10 üzerinden 8 verirəm ve altın Mekacrov. Buna 10 üzerinden 7 verirəm dostlar. O kadar da bence qəşəng değil. Ve yani qəşəng aslında. Qəşəngdir. Prosta yani 7 verdim. Hamısı 8 versin. Ancaq Ankakrov. Dostlar bence buna 9 verək. Buna 7 verirəm dostlar. Çünkü bu daha qəşəngdir. Bu ondan biraz yani pisdir. Bu da ben bunun efsane kostüm olduğunu bilmirdim. Qəşəngdir. Buna da 10 üzerinden 7 verdim ve sadaş kostümümüz Antivirus 8 bit. Yani bunun ayakları biraz şey oxşuyur. Ne hörümçəyə oxşuyur. Ya bundan bir tane kostüm var idi. Tapsam göstereceğim. Yok tapa bilmirəm. Yoktu. Bu da efsane kostümdür. Neyse ve buna da 10 üzerinden 7 verirəm. Əla kostümdür bu da. Burası ayaklarım bu kadar hoşuma gelmedi. Çok çirkin görsünüyor. Ve baş Mecha Finks. Bu da yani Mecha Finks'ti. Yani buna da 10 üzerinden. Bunun gözleri yok ki. Nece görüyorsun? Buna üzerinden 7 verirəm dostlar. Yani hamısı 10 üzerinden 7 verirəm aslında. Burada da Mekabo. Bunu ben üzerinden söylemişim. 8 vermişim. Desem buna 8 vereceğim. Prosta renkleri farklıdır. Dostlar hamısı indi. Renkleri farklıdır. Ve beyaz Mecha Mortis dostlar ben bunu 10 vereceğim. Ben hoşum gelir. Bu Mecha kostümdən. Buna 10 üzerinden 10 verirəm dostlar. Qəşəng kostümdür. 49 elmaslı bu. Oha. Bu satışta değil. Amber satışta olmadığı için aslında buna 7 verirəm. Ya da 7 verirəm buna. Gözleri qara dümələ bakıyor. Sadaki Buz Kraliçesi Amber. Bu da efsane kostümü. Benim hiçbir haberim yoktu. Buz Kraliçesi Amber. Bu bende var yani. Hem de Buzlar Kraliçesi yani. Buna da 9 verəm dostlar. Qəşəng kostümdür. Ve animasyonlar da qəşəngdir. Buz atır. Ejderha Grom. Oy. Ben kostümü ilk defa görürəm. Dostlar 10 üzerinden 9. Çok qəşəngdir. Gözə baxın bir dənə.
Dostlar, yəni bunu siz xoşlamaya bilərsiniz bəzi kostyumları. Yəni bu mənim öz xoşladığım kostyumlardır. Bu da qəşəng kostyumdur və fil dişini ita. Bunun üzərindən 6 verəcəm. O qədər də qəşəng kostyum deyil məncə. Və hain Beka. Hain Beka Colt. Bu məndə var, posta rəngi, onda sarı qırmızı deyəsən. Bu da onun üzərindən 7 verirəm buna da. Shipson Sandy. Oyda, bu da kostyumdur dostlar. Bu da qəşəngdir. Bu da qəşəngdir. Yatır balışıq qucaqlayıb yatır. Buna 10 üzərindən 9 verirəm. Kafasız tik. Ayda, bu nə kostyumdur dostlar. Amma o qədər də şey deyil. Abartmayaq. 10 üzərindən 7. 7 verirəm dostlar, bəli. Karanlıq Meka. Krov. Oy. 10 üzərindən fikirləşək ki, bax gözü qəşəngdir. 9 verirəm dostlar buna da. Buna 9 verirəm. Qızıl Mecha Finks. Neçənci dəqiqədəydi? 36-cı dəqiqə. Qızıl Mecha Finks. İndi qızıldır 6 verirəm. Mənə xoşuma gəlmir. Kusursuz Mecha. Hələ bu da eynidir. Profesyonellər fərqlidir. Buna da 6 verirəm. Və burada Pam. Yox, bunu almadıq ki biz dostlar, bu qalıb. Bu da qalıb. Bu da qalıb. Bunların isminə baxmamışıq dostlar. Burada deməli Mecha Leon var. Buna 10 üzərindən 10 dostlar. Vallahi yaraşır. 10 üzərindən 10 verəm. Çox yaraşır. Çat. Bu da qəşəngdir. Prosta mən buna 10 üzərindən 7 verirəm. Bu qaldı. Korkunç Şövalye Drago. Bu da xoşuma gəlir. Mavi rəngdə. 10 üzərindən 8. Və bu qaldı. Kötü Kraliçe Pam. Bu kötü Kraliçe olduğu üçün baxışlarına bax. Əsəbidir. Buna 5 verəcəm. Çünki bu kötüdür dostlar. Kötü. Ona görə 5 verəcəm. Bu kötü. Lanetli Kenji 10 üzərindən 10. Buna dostlar 10 üzərindən 10 çox yaraşır dostlar. Hələ bunun hiper sarj açanda daha da qəşəng olur. Dostlar, mən bu kostyumu 10 üzərindən 10 verərəm. Yəni Kenjim olsa bunu açmaq istəyərəm. Mekabo da elə eyni bayaqçılar kimi eyni rəngdə 10 üzərindən 7. Mekakot bu da məndə var. Bayaqçı Mekakotlara oxşur bu da. 10 üzərindən 7. Bu da Mekakro. Buna da 10 üzərindən 8 verirəm. Bayaqçı hamısı eyni profesyonel rənglər fərqlidir. Mecha Edgar dostlar, bu da mənim xoşuma gəlir. Yəni Meka'nın özüdür bu. Və bu məndə də var. Ona görə mən buna 10 üzərindən 8 verirəm. Mecha Edgar birim 00. Bu nə adlı heç fikirləşməyəm. Bu nə adlı qoymuşsunuz bu Edgar'a. Ona görə buna 10 üzərindən 7. Buna da 10 üzərindən 7. Yəni eyni kostyumlarda rənglər fərqlidir. Mecha Finks buna da 10 üzərindən 7. Çünki o birislərə də baxanda Mecha Finks. Sanırım Mecha Finks işte burada. O birislərə də baxanda yəni hamısı eynidir. Baxın. Buna da verdim və Mecha Jessie. Baxın dostlar. Mecha Jessie'sində 3 dənədir. Oha. Amma bu Mecha Jessie çox qəşəng kostyumdur. Mənim xoşum gəlir. Yəni 10 üzərindən 9 versəm məncə yarışar. Amma bu Mecha Leon 10 üzərindən 9 buna da bomba. Burada da Mecha Mortis. Hamısı Mecha'dır. Bu da məndə var deyənə. Məndə də var. 10 üzərindən 8 ya da 9 verir. Hamısı 9 verir. Buna da verəydim. Nə fərqi var ki? Dostlar, bu da mənim dediyim hiper sarjlısı. Dəli olur. Yəni buna 10 üzərindən 10 verəcəm. Bu da çox qəşəngdir abi. Bu da çox qəşəngdir. Otomatik Kazi. Bu da çox qəşəngdir. 10 üzərindən 10. Dostlar, hamısı çox qəşəngdir. Mecha, parlaq Mecha. Bu yəni 10 üzərindən 8.
Parlak kocası. Buna da 10 üzerinden 8 vereceğim. Surge. 10 üzerinden 8 bana da. Robo Mike. Mike. Dynamite. Robo. Buna da 10 üzerinden 8 vereceğim. Hem ses kimi. Bana 10 üzerinden 8 vereceğim. Hamısı eyni kostümlərdir. Və gəldiyi şeydən bir dənə efsanevi kostümü var. Hə deyəsən. Və dostlar, bu da çox qəşəng kostümdür. Ürək. Baxın dostlar, ürək. Yazığın ürəyi. Yəni qalıb o birisi ürək hardadır bilinmir. Və dostlar, bu da çox şirindir. 10 üzerinden 9 ya da 8 veren dostlar. Ama ben sporcu sözce dostlar 10 üzerinden 9 verəm. Burada İlbis var. İlbis neydi? Hem burada Star devresi Ember. Bu da qəşəngdir. 10 üzerinden 8. Super Forvet Lu. Futbolçu olur. Bello. Dostlar Lu'ya bakın, futbolçu olur. Qəşəng Roveş'də vurdu. Qəşəng dostlar. 10 üzerinden 10. Futbolçu olanlar xoşuma gəlir. Baxışa baxın dostlar. Gözü çəp olub. 10 üzerinden 10. Sihirli lamba. Liri ile Lavri. Liri ile Lavri dostlar. Bir siz hansı karakteri oxşuyur. Bunlar ne olub? Arkadaşı robot kız. Bunlar robot değildi. Necə adam oldu? Arkadaşı kız olub. 10 üzerinden 8. Siyah mekan. Buna da 10 üzerinden 8. Thor Bibi. Bak. Buna ne diyebilirim? Buna diyebilirim ki 10 üzerinden 100. Mesela dostlar 10 üzerinden puan aldığımız için 10 üzerinden 10 dostlar. Vallahi çok geçen kostümü benim de hoşuma gelir ve kostümler bitir. Kostümler bitiyor. Virus Charlie. Virus Charlie. 10 üzerinden 9 vereceğim dostlar. Qəşəng kostümdür. Bu da hörümçəkli 8 bit kimi və Shukong Miko. Yəni əslində Wukongdur bu Miko. 10 üzerinden 10. Bu da çok qəşəng kostümdür. Çöl akrebi Chuck. Bu da 10 üzerinden 9 verirəm. Qəşəng kostümü bu da. Çizgi film Spike. Bu da qəşəngdir. Bu da çizgi film bir dənə də var idi. Yəni bu Charles'dır. Ona buna 10 üzerinden hem de şirindi bu. 10 üzerinden 10 verirəm dostlar. Çok qəşəngdir. Çok qəşəng. Ben bunlara ne diyeyim dostlar. Ve indi efsanevi kostümləri bitirdik. Efsanevi kostümləri bitirdik. Bir de efsanevi kostümlər tezden baxaq. Hə dostlar, indi məndə olan efsanevi kostümləri oynayacağıq və baxaq görək. Bu efsanevi kostümün animasyonu göstərəcəm dostlar sizə. Birinci efsanevi kostümümüzdən başlayaq. O da Edgar. Edgar'la başlayaq. Hələ normal tek hesablaşmada. Yəni videolar benim de biraz uzun olsun deyəndən sizə yəni bunların animasyonlarını zaten göstərəcəm. Yani birinci Edgar'dı. Edgar animasyonu ben normala oxşuyur. Birazcık da Vraz'a da baxaq. Ulti'ye da baxaq. Burada var karakterimiz Jackie. Baxıb üstünə hop. Dostlar qəşəng animasyonu gördünüzsə animasyonu. Ben gördüm qəşəngdir. Və hiper sarjını açıb onun üstünə hoplamayacağım. Boş-boş xərcləməyim. Canımı sıfırlayacağım ama bunu sürekli alacağım. Oha cana bax. Öldürdüm dostlar qəşəng. Sadaşı Bibi. Dostlar bir tane de buradan mecha koyacaktım. Mecha'ya baxardıq dostlar ama qəşəng dostlar animasyonları qəşəngdir. 1066 kupa elədim Edgar'da. Çok qəşəng. İndi sadaşı mecha kostümlü karakterimize keçəcəyik. Hə. Açaq bunu sadaşı mecha kostümlü karakterimiz qabağımıza çıxsa hansı karakter olacaq və Mortis dostlar.
Mortis də belə kostyumdur məndə və bunların da animasyonuna baxmamışdan əvvəl kanala abunə olub like atsanız sevinərəm və bildirimləri asla gələcək videodan xəbərdar ola bilərsiniz. Və abunə oldusa, like atdısa və videoya yəni oyuna keçə bilərik. Hə, indi baxaq görək animasyonları necədir. Siz uda biləcəm. Mən udacağım. Oyun başlamır. Başladı. Animasyonlar qəşəngdir. Hop. Jujunu öldürək. Ayda Jujunu öldürə bilmədim. Dostlar bir dənə başlayacağım. Animasyonlara tam baxa bilmədik. Yəni həm də sizə göstərəcəm. Deyirsiniz ki, birdən animasyonlar göstərilmədi. Yəni hər animasyonu tam göstərmədim. Ulti qaldı. Və dostlar burada yoxdur. Birinci ulti yığaq. Ultini də sizə göstərməliyəm, amma yük yağ yük. Hop hop hop. Qəşəng. Bir, iki, üç. Hop hop. Bir, iki, üç. Hop hop. Bir tane tez qabalıma çıxsınlar. Öldürün bunları. Animasyonlarına baxaq. Amma qabalıma çıxmaq da bilmirlər. Daha çıxdı şükür. Hop. Adresi animasyona baxırıq. Oy. Animasyon məncə gördünüz dostlar. Əgər görmədinizsə arxaya salıb baxa bilərsiniz. Yəni öldür nə deyək. Və dostlar sıradakı karakterimiz qabağımıza çıxsa. Qabağıma bayaqlar çıxmışdı əslində. Buradan Mecha edək. Mecha Cold və burada yuxarı gedək. Allah bilir. Gizemli olma amma çox az qalıb. Ayda. Aha. Aslında buna baxaq. Baxa görün necədir. Dostlar sizə video çəkirəm. Baxın ağzım qurudu danışmaqdan. Ağzım qurudu. Yanımda da su yoxdur içim. Bu video bitsin deyə bitirəm bunsuz. Aha bunun animasyonu qəşəngdir. Aha animasyona baxırıq. Dostlar valla bunun animasyonu qəşəngdir. Çox qəşəngdir. Valla mən xoşladım koltuğu. Baxın bir dəyə baxın dostlar. Çox qəşəngdir. Baxın. Vuruşlara baxın dostlar. Diqqətcə baba. Görürsünüz dostlar. Mavi gedir. Sürətlə roşet kimi gedir. Aha. Oha. Canım bir ola hamını öldürürəm. Onu da öldürdüm. Oy oy oy. Dostlar ben necə utdum onları. Heç bilmiyorum. 23 oldu. Dostlar eğer istəsəz dostlar Edgar'ı ya da koltuğu ben Azərbaycan sıralamasına girmək üçün baxaq Edgar. İncirikoya baxaq. En azı ne kadardı? Oha 2000'de en azı. Abi en azı 2000'de. Oyda. Necə ola bilər? Bunda en azı. Oyda dostlar. Ben bunlara çatmaq üçün 2000'e kadar kasmalıyam. Eğer dostlar istəyirsə yorumlara yazın. Ben sizin için 2000 kupaya çatdıram ve Azərbaycan sıralaması. Hər halde Azərbaycan sıralaması dostlar. Girsək şeydir, dünya sıralamasına 3000 bir dənə axırıncı olan bir dənə oyun olsa hamısını keçirsən də bu nədir?
Dostlar vallahi bir de oynarsa hamısı keçir şeydə 100'e qədər qalxar ya bu. Dostlar hamısı indi. Niye oynamıyorsun? Bir oynarsa dostlar gələcək baxım görmara qədər. Bir oynarsa baxın dostlar 100'e qədər zada gələcək. Ne bileyim vallahi. Hə dostlar keç ayda çalıştım. Sıradaki karakterimiz hansıdır? İşte bu. Başladık dostlar. Baxaq görək. Şimdi bunun animasyonları necədir? Yəni mən ilk dəfə görürəm bu efsane kostümdür. İlk dəfə xəbərim olur. 11 prestijim olub dostlar. Dostlar görürsünüz dostlar. Uyda buz atır. Dostlar buz atır görürsünüz. Çok qəşəngdir. Aa öldüm. Öldüm dostlar. Heç şey olmaz bir dənə də başlayalım sizin üçün. Bir dənə də başlayayım. Animasyonları göstereyim. Ya Allah. Dostlar. Bunlara bak animasyonlar göstereyim. Prosta bir dənə vuruş animasyonu görürsünüz. İndi qoy bu da olsun size. Bunu göstereyim. Göstereyim dostlar. Dostlar gördünüz yerden buz çıxdı. Çok qəşəngdir. Heç olmazsa axır animasyonları gördünüz. İndi keçirik o bu karakterimizə. Bir dənə baxım görməyim nə qədər var idi. 6 dənə. İndi bu neçənciydi dostlar baxaq. Efsanevi. Beyaz mekalar. Bu var. Biləm. Beyaz meka oynayacağım. Bunları da oynadım. Sporcu su qaldı. İndi ben birinci bunu qabağıma bol çıxsa bunu oynayacağım və dostlar qabağıma birinci bol çıxdı. Və bununla da başladım. İndi baxacağım bunun animasyonu necədir. Ondan sonra su qalır. Onunla da oynayacağım və videomuzu bitirəcəm. Bence ərlə bir video oldu. Dostlar. Oy. Vallahi bu animasyonlar çok qəşəngdir. Animasyonlarla da puanlasaq. Mən Colt'a 10 üzərindən 10. Edgar 10 üzərindən 7. Animasyon o qədər xoşuma gəlmədi. Embra 10 üzərindən 10. Neydi o adı? Mortis 10 üzərindən 8 və Mechaboy'a 10 üzərindən 10. İndi sporcu stu qalacaq, ona da verəcəm. Ama dostlar o bir karakterlerim de olsaydı onları da şey yiyəcəyim. Yəni göstərəcəydim animasyonu ama o bir şey yoxdur, yəni göstərə bilmirəm. Və dostlar öldürdük bunda. Burada qaldı bir dənə bu. Yəni bir dənə qaldı. Hesablaşma. Dostlar öldürdük. İndi keçirik Stu'ya. Dostlar Stu'ya baxsaq Stu da qəşəngdir. Karakterin yəni qəşəng kostümdür. Önce burada hamısı seçeceğim onu da bilmem. Kalseri seçeceğim dostlar. Kal seviyesi 14 elmas verdim. Neden destansı çıkıyor? Neden destansı çıkıyor? Neden destansı çıkıyor? Dostlar başladım. İndi bunun animasyonuna bakacağım ve sonra dostlar video bitir. Aha. Baxaq. Oy dostlar. Dostlar 10 üzərindən 10. Baxın dostlar heç kimi heç nə deməsin. 10 üzərindən 10 verirəm. Çox qəşəng kostümdür. Bomba kostümdür dostlar. Çox qəşəngdir. 10 üzərindən 10 verirəm buna da. Boya 10 üzərindən 10 verdim. Embra 10 üzərindən 10 verdim. Və Stu'ya 10 üzərindən 10 verdim desem dostlar. Başka hiç kime vermem. Yok Colt'a da verdim dostlar 10 üzərindən 10.
O birisi ikisine hoşuma gəlmədi. Yəni sizin də xoşunuza gələnlər, hansı xoşunuza gəldi onları yazsaz. Sevinərəm. Otduq dostlar, qəşəng. Və dostlar, kanala abunə olmaq qısa sevinərəm və bildirim nasıl gələcək videodan xəbərdar ola bilərsiniz. Burada videomuzu sonlandırıram. Gələn videoda görüşənə dək sağ olun, salamat qalın. Bye bye.